Şəhid Allahın adlarından biridir. İnnehu ala kulli şeyin şəhid. Ayət-i şərifədə keçir. O hər şeyə şahiddir, hər şeyi görür, müşahid. İnsan gör əməli ilə, niyyəti ilə bir zirvəni fəth edir ki, yaradan Allah, mütləq qüdrət, qüvvət sahibi olan, Rəhman və Rəhim olan Rəbbimiz öz adından birin yaratdığına verir. Çox böyük məqamdır. Vətənin vətən kimi formalaşmasında, bir xalqın, bir millətin millət kimi, xalq kimi, dövlət kimi formalaşmasında orada canlarından, qanlarından keçən vətəndaşlar olur. Və məhz bizim 1-ci Qarabağ müharibəsi dönəmində 2016 aprel döyüşləri, Tovuz hadisələri, şanlı zəfərimiz hərb tarixində unudulmaz 44 günlük zəfərimiz, sonda sentyabr lokal antiterrorda dünyasını dəyişən şəhidlərimiz bizim xalqımızın unudulmaz, əbədi bir tarixidir. Biz vətəndaş olaraq hal-hazırda o hadisələri yaşamışıqsa, görmüşüksə, bizim vətəndaşlıq borcumuzdur ki, biz bunu özümüzdən sonraki nəslə miras kimi qoya bilək, ötürə bilək. Və o ənənəyə sadiq qalaraq biz məscidimizin həyətində də məhz elə qəsəbə şəhidlərimizin cuşəsini yaratmışıq ki, hər məscidə gələn, yaşından asılı olmayaraq ilk öncə şəhidlərimizin o cuşəsini, abidəsini ziyarət edər, dualar edər. Bu şəhadət məktəbinin İslamla, imanla birbaşa əlaqəsinin olduğuna görə biz onu məscidin həyətində etmişik. Çünki baxmış olsaq, o vətənpərvərlik mövzusunda qeyd etdiyim hubbul vətəni minəl iman, vətəni sevmək imandandır. Bura imanın təzahür etdiyi bir məkan, yer, coğrafi məkan, ərazi olduğuna görə və məhz şəhidlərimizin də o ali hədəf və şəhadət məktəbinin də elə bu məktəbdə bizə öndərlər Seyyid-i Şühəda, Behiş cavanlarının ağası, sonuncu Peyğəmbərimizin nəvəsi İmam Hüseyin əleyhissalam olduğundan məhz bu şəhidlərimiz də o məktəbin məzunları olduğuna görə məscidimizdə biz şəhidlərimiz üçün bir güşə yaratmışıq.